Hörmətli xanım sədr, hörmətli həmkarlar və media mənsubları. Dövlətimiz uşaq hüquqlarının müdafiəsinə hər zaman xüsusi diqqət yetirməkdədir. Bugün müzakirəyə çıxarılan qanun layihəsi bu baxımdan atılan mühüm addımlardandır. Dəyişikliyin əsas mahiyyəti, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adının dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar adlandırılmasıdır. Başqa sözlə desək, bu dəyişiklik uşaqların hüquqlarının qorunması sahəsində daha praktik və məqsədyönlü mexanizmin tətbiqinə xidmət edir. Digər tərəfdən, layihədə komissiyaların səlahiyyətlərinə də dəyişiklik nəzərdə tutulur. Sözsüz ki, bu cür dəyişiklik uşaqların hüquqlarının müdafiəsində operativliyi artıracaq, daha effektiv mexanizmlərin tətbiqinə imkan yaradacaqdır. Uşaqların sağlam böyüməsi, onların təhlükəsizliyinin təmin olunması və gələcəkdə vətənimizə layiq vətəndaş kimi formalaşması dövlət siyasətimizin əsas prioritetlərindən biridir. Bu baxımdan təqdim edilən qanun layihəsi olduqca aktualdır və zəruridir. Uşaqlarımızın hüquqlarının qorunmasına xidmət edən qanun layihəsini dəstəkləyir və ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.